Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Bu ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması gözlənilir. Yəni bu proses artıq son mərhələyə qədəm qoyur. Bir kəmər bir yol layihəsinin əsas iki icraçısı var. Çin və Britaniya. Çin və Britaniya bu layihənin gerçəkləşməsi üçün əsas problemi, yəni Zəngəzur düyününü çözmək üçün Ermənistana təzyiqləri daha da artıracaqlar. Bu Ermənistan üçün qaçılmaz olacaq. Yəni həmin adı çəkilən mega layihənin işə başlaması üçün əsas maneə təbii ki, indiki mərhələdə Zəngəzur dəhlizidir. Bu isə Azərbaycanın yox, Ermənistan problemidir. Ermənistan hər vəzlə Zəngəzur dəhlizinin açılması məsələsini yubadır. Britaniya və Çinin təzyiqləri qarşısında çox güman ki, Paşinyan məcbur olub bu dəhlizin açılmasını edəcək. Azərbaycan öz üzərinə düşəni eləyib, dəmir yol çəkilişlərini həyata keçirib, bütün öz üzərinə düşən logistik problemləri də həllini tezləşdirib, hətta vaxtından əvvəl və hadisələrin gedişatı onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh dəhlizinin imzalanmasından əvvəl biz Zəngəzur dəhlizinin açılmasına şahidlik eləyə bilərik. Bunun üçün yeganə səbəb Ermənistanın iradə nümayiş etdirməsidir və Azərbaycan öz üzərinə düşən problemi həll elədiyi üçün Ermənistan tərəfi artıq bəhanə tapa bilməyəcək. Doğrusuna qalsa ermənilərlə Azərbaycanlılar arasında Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur. Yəni Bakı ilə İrəvan arasında belə bir problem yoxdur. Problem Rusiya ilə Ermənistan arasındadır. Rusiya sülhməramlıları, Kreml istəyir ki, Rusiyalı sülhməramlılar Zəngəzur dəhlizində təhlükəsizliyi təmin eləsinlər və Ermənistan isə bunu istəmir. Və artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin şərtləri də belə deyək də razılaşdırılıb. Burada da problem yoxdur. Bəs problem nədədir? Soruşa bilərsiniz. Problem Azərbaycanın Ermənistandan daha iki tələbidir. Bu tələb isə haqlı tələblərdir. Bilirsiniz ki, Ermənistan Azərbaycan və Türkiyə ərazilərinə rəsmi şəkildə iddia eləyir. Təbii ki, bunlar qondarma iddialardır. Öz konstitusiyasında bu barədə bəndlər var və həmin bəndlər Bakının birbaşa tələbi ilə dəyişdirilməlidir. Bunun üçün Ermənistan konstitusiya islahatlarına, referenduma getməlidir və bu isə 2025-ci ilin sonuna qədər mümkün görünmür. Çox güman ki, 2026-cı ildə bu məsələ öz həllini tapacaq. Öz həllini tapdıqdan sonra isə daha bir məsələ var. O da ATƏT-in Minsk qrupunun ləğvidir. Ermənistan buna hə deməlidir. Azərbaycan artıq belə bir təkliflə çıxış eləyib və ATƏT-in Minsk qrupunun mövcudluğu üçün hər hansı bir səbəb qalmadığını dilə gətirir. Çünki artıq Qarabağ münaqişəsi tarixə qovuşub və belə olan halda ATƏT-in Minsk qrupunun da mövcudluğuna heç bir ehtiyac qalmır. Bu baxımdan bu məsələ daha tez həll oluna bilər, amma ərazi iddiaları məsələsi və konstitusiyada bunların yeni konstitusiyada həmin bəndlərin çıxarılması 2026-cı ilə qədər çəkəcək və düşünmək olar ki, 2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Ancaq əsas məsələ Zəngəzur dəhlizidir və Zəngəzur dəhlizini biz sülh müqaviləsindən daha əvvəl görə bilərik. Və artıq Paşinyan Tallində Britaniya kəşfiyyatının rəhbəri, MİALTının rəhbəri ilə görüşdü. Daha sonra Çin tərəfi ilə müəyyən Azərbaycan və Ermənistan arasında təmaslar mövcud oldu. Biz bunun şahidi olduq və hadisələrin gedişatı göstərir ki, Ermənistan da müəyyən hazırlıqlara başlayıb. Yəni Zəngəzur dəhlizinin açılması istiqamətində. Sülh sazişi imzalanandan sonra artıq bizim üçün geriyə bir məsələ qalır. O da Qərbi Azərbaycanlıların, bizim soydaşlarımızın öz tarixi ata-baba yurtlarına qayıtması və biz bunu da həyata keçirəcəyik.